Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan Əzaqdas kanalında sizi yenidən xoş gördük. Bugün biz sizə OTK-nın 11 may tarixində keçirilən 3-cü qrup 11-ci sinif suallarının izahını verəcəm. Bizim əlimizdə olan B variantıdır və onu da bildirim ki, əgər bu sınaq imtahanını təmiz formada izləmək istəyirsinizsə, açıqlama qismində qeyd elədiyim Telegram kanalına daxil olun və oradan yükləyin. Beləliklə keçdik suallara. 31-ci sual. 1699-cu ildə Osmanlı dövləti cavab B idi. Karloviça sülhü nəticəsində Mərkəzi Avropada xeyli ərazilər itirmişdi. Cavab B-dir burada. 32. Qərbi Roma imperiyasından fərqli olaraq Bizans. Deməli, Qərbi Roma imperiyasından fərqli olaraq Bizans nə deyir burada? German tayfalarının hücumuna məruz qalıb, Ərəb xilafəti ilə müharibələr aparıb. Cavab elə B-dir də burada. Cavab B-dir. Çünki Qərbi Roma Ərəb xilafətini heç görməyib ümumiyyətcə. 476-da dağılıb. Şirvanşahlar və Teymurilər dövlətlərinin tarixinə aid oxşar xüsusiyyətləri müəyyən edin. Şirvanşahlar və Teymurilər. Bir də nə deyir? Deyir, türk mənşəli sülalət tərəfindən əsasının qoyulması. Şirvanşahlar türk mənşəli deyildi, yəni onların sülaləsi türk mənşəli olmayıb ilk. Qaraqoyunlu dövlətinin hücumlarına qarşı mübarizə aparılması. Bu ola bilər. Həm Teymurilər, həm Şirvanşahlar Qaraqoyunluların hücumlarına məruz qalıblar. Şirvanşahlar Qara Yusifin, Qara İskəndərin, Teymurilər isə Cahanşahın hücumlarına məruz qalıblar. Deməli, 2 olanı götürürəmsə, cavab olmalıdır burada B. Cavab B olmalıdır. Müəyyən müddət Təbrizdə hakimiyyət ələ keçirilməsi, bu da düzgündür. Keçdik 34-cü suala. Xəritə sualıdır, belə görünür. Bir dəqiqə. Aha, 1920-ci ilin yayında hərbi qüvvələri Naxçıvan ərazisinə daxil olan dövlətləri xəritədə müəyyən edin. Burada biz baxırıq, deməli, 20-ci ilin yayı deyir. Burada Türkiyə ilə Rusiyadır. Türkiyə və Rusiya. 2 ilə 3 olmalı cavab. B bəndi. B bəndi. Xəritə biraz burada pis düşüb. Mən özüm də bunu Telegram kanallarının birindən götürmüşəm. Daha doğrusu Tərlan Vəliyevin kanalından oradan götürmüşəm. Orada biraz keyfiyyət. Bəlkə də indi elə kitabçanın özü də bu cür idi. Ona görə belə olub deyə bilmərəm. Aha, amma hər halda 2 ilə 3-dür cavab. Sonra keçdik bu birisinə 35, 15-ci əsrin 70-ci illərində Moskva knyazlığının Ağqoyunlu dövlətin elçi göndərməsinin məqsədləri. Səhv eləmirəmsə bu sual elə 20 sınaq testlərində içində olub. Və Ruslan Rızayevin də testlərin içində olub. Mən bunu görmüşəm bu sualı. Eyni sualdır. Qızıl Ordu dövlətinə qarşı ittifaq yaratmaq. Bir, yəni Moskvanın göndərməkdə məqsədi. İki dövlət arasında ticarət əlaqələrini genişləndirmək. Bu ikisi olmalıdır. Bəli, cavab burada Y-dir. O biri cavablara baxaq. İngiltərənin Moskva şirkəti hələ heç onda yaranmamışdı, 1555-də yaranıb. Trabzon torpaqlarını geri almaq üçün Ağqoyunlu dövlətinə yardım etmək, Trabzon torpaqlarını geri almaq üçün Ağqoyunlu dövlətinə belə bir şey yəni yoxdur. Ağqoyunlu tacirlərin yenidən Qaradənizə birbaşa çıxışını təmin etmək, bu da yəni yoxdur, səhvdir. Cavab 1-lə 2-dir orada. 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatından sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilmiş tədbirlərə aiddir. Deməli, 2023-cü ilin sentyabrında lokal hərbi antiterror əməliyyatlarından sonranı deyir. Bizdən onu soruşur. İndi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının sancılı. Elə burada baxan kimi görünür də, Xankəndidə zəfər paradı. Bəli, bu yəni belə deyək də, bu sonra keçirilir. Əlbəttə ki, birinci Xankəndi azad olunmalıdır ki, sonra keçirilsin. Vaxt itirməmək üçün keçirəm digərlərinə. Xankəndidə zəfər paradı, sonra keçirəm digərlərinə. Çox asan sağlıqlar sualları. Gəldik 37-yə. Euler-Venn diaqramına uyğun bəndlər. Bir balaca bunu yaxınlaşdıraq. Euler-Venn diaqramına uyğun bəndlər. 1905, 11, 17, 20, 41, 46. Təbrizin demokratik hərəkatının mərkəzinə çevrilməsi. Təbrizin demokratik hərəkatının mərkəzinə çevrilməsi. Deməli, hər üçündə də Təbriz demokratik hərəkatın mərkəzi idi. Deməli, bu 4-də olmalıdır. 4A. 4A olmalıdır. 4A olmayanı çıxırıq. Yəni, bu bəndləri çıxdıq. İki variant arasında qalmışıq. B-yə baxmaqla cavab tapmalıyıq əslində. İlk dəfə qanunverici səlahiyyətə malik əncümənlərin yaradılması bu 1-də idi. Deməli, 1B olmalıdır. Cavabım burada olmalıdır Y bəndi. Amma yenə yoxlayaq. 2-yə C-ni deyir. Yəni, 17-20-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin Qacar hökumətindən muxtariyyət tələb etməsi. Bu düzdür.
Artıq cavab elə çıxdı əslində. Baxaq yenə də. Azərbaycan dilinin Cənubi Azərbaycan ərazisində dövlət dili elan edilməsi. Bu 41-46-cı illərdir. Yəni bu burada olmalıdır. Əmək haqqında qanun o da. Deməli cavab elə Y-dir burada. Bu formada işləyirik həmişə. 3 qızıl qaydanı unutmuruq. Sonra keçdik 38-ci suala. Səfəvi Osmanlı müharibələri. Baxaq 1514-55, 78-90, 1603-39. Səfəvilərin şərqi və cənub-şərqi Anadoluda ərazilər itirməsi. Bu elə bura aiddir. Bir A-dır. Bir A olmayan variantlar. Elə cavab A və C arasında qalırıq. Bu birləri çıxırıq. İki variant arasında qalırıq. Onda B-yə baxmağa ehtiyac yoxdur. Və həqiqətən də Ərzincan müşavirəsi 1500-cü illərdə bu Səfəvi Osmanlı müharibələrinə aidiyyatı olmayan bir şeydir. Bu bir ikisi düzdür. Baxıram bu birisinə. 2-yə. Çıldır döyüşündə Osmanlıların qalib gəlməsi. Bəli. Çıldır döyüşündə Osmanlılar qalib gəlir. Zaten hər ikisində A var. B yoxdur. Görürsüz, bax, fikir verin. Burada ikilərin qabağında B olmadığına görə mən B-yə baxmıram. Amasya müqaviləsi ilə yekunlaşması, bu yəni 1555-ə aiddir. Bu dövrə aid deyil. Bu müharibə 1590-cı il İstanbul müqaviləsinə yekunlaşıb. Ona görə bunu da çıxdıq. 2 deməli, baxaq görək C aiddirmi 2-yə? Yoxsa yox. Deyir ki, 2-ci İsmailin heç arxasını oxumuram onu. Çünki 2-ci İsmail 1578-90-cı illərdə yox idi. 78-90-cı illərdə Məhəmməd Xudabəndə və Şah 1-ci Abbas olublar. Yəni C də burada səhv olmuş olur və avtomatik bizim cavabımız qalır nə? Bu bənd. Yəni bu qayda ilə işləmək lazımdır testləri. 2A olacaq burada. Və 3-də də C-dir. Nədir? 1603-1639-cu illər. Bu zaman Şirvanın və Gəncənin Osmanlı əsarətindən azad edilməsi, bəli, azad ediliblər. 3C-dir. Sonra gəldik 39-cu suala. Baxaq 39-cu sual. Nə deyir orada? Deyir ki, göstərilənlər səbəb oldu. 2-ci Vaçenin xristianlığı təbliğ etməyə başlaması. Albaniyada 457-463-cü illərdə Sasanilər dövlətinə qarşı azadlıq hərəkatının baş verməsi. Yəni bunlar nəyə səbəb oldu? Ona səbəb oldu ki, Albaniyada hakimiyyət Sasani mərzbanlarının əlinə keçdi. 2-ci Vaçeni uzaqlaşdırırlar və 463-dən 488-ə qədər Albaniyada 2-ci mərzbanlıq dövrü başlayır 487-yə qədər. Cavab B-dir. 1-ci mərzbanlıq dövrü. Cavab B-dir orada. 40. Qədim Manna dövlətinə aiddir. 1-ci mərzbanlıq dövrü. Yəni burada 1-ci mərzbanlıq dövrüdür. Bayaq. Deməli, Qədim Manna dövlətinə aiddir. Nə olacaq burada? İranzu tərəfindən dövlətin əsasının qoyulması. Qədim Manna dövlətinə aid ola bilməz. Bilmirik kimdir Manna dövlətini yaradan. Amma ilk adı çəkilən hökmdar Udakidir. İskit tayfaları ilə birlikdə Urartuya qarşı müharibə aparılması. Bu Urartuya qarşı yox. Bunlar Aşura qarşı mübarizə aparırlar. Ahşerinin dövründə. Yəni bunu da çıxdıq onda. 2-ni də çıxdıq burada. 2-lər də çıxdıq, avtomatik qaldı bizdə 4-lə 5. 3-ə heç baxmırıq çünki bizdə qalan variantda 4-5-dir. Yəni Ağsaqqallar Şurasının hökmdardan asılı olması, Eradan və 8-ci əsrin ikinci yarısından başlayaraq hakimiyyətin irsi keçməsi. Bəli. Bu düzdür. Cavab D-dir burada. Bu qaydanı eləmək lazımdır ki, sizin çox vaxtınız getməsin. Keçdik bura. 41. Azərbaycanın 3-cü Respublika dövründə, yəni müasir Respublikamız dövründə 90-cı illərin 1-ci yarısı, 90-cı illərin 2-ci yarısı. Baxaq. Gəncənin tarixi adının bərpa edilməsi bu 89-dur. Bu A-nı çıxdıq dərhal. Dərhal A-nı çıxırıq. Onda heç 1-ə baxmağa dəymir. Çünki 1 avtomatik bizdə B qaldı da. Bax fikir verin. Yəni BMT-yə üzv qəbul olunması bu 92-ci il bu düşür. Bu zaten düşür və C-də deyir torpaq islahatı haqqında qanun 1-ci yarısına aid düşmür. 96-cı ildə bu 2-ci yarısına düşür. Ona görə heç yəni biz baxırıq görürük ki, burada A-ları çıxandan sonra bir B qalır, ona baxmağa dəymir yəni. Həmişə testdə belə eləyin, amma yoxlamaq şərti ilə. 20-ci əsrin 90-cı illərinin 2-ci yarısı, yəni 96-dan 95-dən 99-a qədər. Bunlardır. NATO'nun sülh naminə tərəfdaşlıq proqramına qəbul edilməsi. Bu 94-dür. 94 olduğuna görə A ola bilməz. Birinci yarısı soruşur axı bizdən. Ona görə bunu da buradan çıxırıq. İkinci yarısı soruşur. Bunu da buradan çıxırıq. Cavab qalır 2BC. Yoxlayaq. Konstitusiya məhkəməsinin yaradılması 98-dir. Bakı Subsa Qərb neft kəmərinin istifadəyə verilməsi də
Bu neçənci ildir? 99-cu ildir. Ona görə elə cavabımız budur. Növbəti. Hə, deməli burada 42-ci sual. 17-ci əsrdə Avropada iqtisadi sahədə merkantilizm siyasətinin meydana gəlməsinə təsir göstərdi. Müstəmləkə işğalları və ticarətin inkişafı. Cavab C-dir burada. Başqa bir şey də yazıla bilərdi. Yazıla bilərdi ki, məsələn, pulun dəyərdən düşməsi, Avropaya çoxlu qızıl-gümüş axınının baş verməsi. Bunlar da ola bilərdi. Cavab C-dir burada. Sonra 43. Doğru cavabı müəyyən edin. Hadisə və nəticə əlaqələri. Dərbənd əmirliyin yaranması nəticəsində Azərbaycanın şimalında Sasanilər hakimiyyətinə son qoyulması bu səhvdir. Yəni Dərbənd əmirliyi hara? Sasanilər hara? Mərzban ibn Məhəmmədin Azərbaycan torpaqlarını birləşdirməsi. Bunun nəticəsi Salarilər dövləti ilə Ərəb xilafəti arasında müharibələrin başlanması. Salarilər ərəblərlə müharibə eləməyib. İkini də çıxdıq buradan. 5-ə baxmağa ehtiyac yoxdur. Hər iki variantımızda 5 qalıb. 3-ə baxıram və cavabı tapıram. Şəddadilər dövlətinin alanların yürüşünə məruz qalması, Fəzl ibn Məhəmmədin Xudafərin körpüsünü inşa etdirməsi. Bizdən doğru cavabları soruşur. Ona görə 3 də səhvdir və cavab qalır bizdə elə 4-5. Y bəndi. Birinci Fəribüs Səlcuq dövlətinə tabe edilməsi, Azərbaycan Səlcuqlar tərəfindən tutulması başa çatdırılır. Bəli, 1066-cı ildə. Azərbaycana Oğuz tayfalarının axınlarının baş verməsi, Bizans və Erməni Gürcü feodallarının Azərbaycana basqınlarının qarşısı alındı. Bu da düzdür. Deməli, elə düz tapmışıq. Cavab 4-5-dir. Sonra gəldik 44-ə. Deməli, Almaniya 1941-ci ilin iyun ayında SSR-yə hücum etməklə neynədir? Molotov-Ribbentrop paktının şərtlərini pozdu. Yəni, hücum etməmək haqqında paktın şərtləri pozuldu. 44-cədir. 45-1924-cü ildə ABŞ tərəfindən hazırlanmış Davos planı nəzərdə tuturdu. Almaniyaya yardım. Almaniyadan alınacaq təzminatın ödənilmə vaxtının uzadılması. Cavab Y-dir burada. Vaxt itirib o birlərə baxmağa ehtiyac yoxdur, çünki dəxilsiz şeylərdir. 46. Uyğunluq gözlənilmişdir. Qərbi Roma İmperiyasının varlığına son qoyulub 4-cü əsrin 90-cı illərində yox, yaranıb onda. Onda yaranıb Qərbi Roma İmperiyası. Bu səhvdir. Frank İmperatoru Böyük Karl ərəbləri məğlub etdi. Böyük Karl məğlub eləməyib. Karl Martel idi, heç o kral da deyildi yəni. Karl Martel, majordom idi. Müqəddəs Roma İmperiyası meydana gəldi Verdi müqaviləsinin imzalanması nəticəsində. Bu da səhvdir. Bu da səhvdir. Bizansla Böyük Səlcuq dövləti arasında müqavilə imzalanmışdır 11-ci əsrin 70-ci illərində. Bəli, 1071-ci ildə Səlcuqlar deməli Bizansı Malazgirt döyüşündə məğlub edəndən sonra Assala salırlar və müqavilə bağlanır. 47. Xəritədə ulduzla işarələnmiş dövlətlərin tarixində 18-ci əsrin 20-ci illərinə aid oxşar cəhət. Söhbət burada Rusiya və Türkiyədən gedir və yaxud da hətta burada Rusiya ilə Türkiyədir. Bəli, 18-ci əsrin 20-ci illəri, yəni Rusiya və Osmanlı belə deyək. Osmanlı deyək buna. 18-ci əsrin 20-ci illəri. Baltik dənizinə çıxış uğrunda İsveçrə müharibə aparmaları. Bu səhvdir, bu Rusiya aparıb. Bu deyir oxşar cəhət olsun. Səfəvilər dövlətin ərazilərini işğal etmələri. Bəli, 20-ci illərdə 23-cü illərdə Rusiya Xəzəryanı vilayətləri işğal edib. 23-25-ci illərdə də Osmanlı digər əraziləri işğal edib və ikisinin arasında İstanbul sülhü bağlanıb. Cavab burada B-dir. Sonra gəldik 48-ə. Xəzər dənizində Azərbaycan hərbi donanmasının yaradılmasında əsas rol oynamışdır. Bu deməli baxaq. Nadir Şah Əfşarın hərbi gəmilər alması belə bir şey yoxdur. Azərbaycan Xəzər dənizində ilk dəfə hərbi müdaxilə bu yox. Cavab Y-dir burada. İlk dəfə Xəzərdə Azərbaycan hərbi donanması Xalq Cümhuriyyətinin dövründə yaranıb 1919-un avqustunda. Və İngiltərə Xəzər donanmasının bir hissəsini Azərbaycan Xalq Cümhuriyyətinə verir ondan sonra. Donanma yaratmağa bir Mərzban ibn Məhəmməd cəhd göstərib donanma. O ticarət gəmiləri onun dövründə üzüb o heç. Amma cəhd də göstərib donanma yaratsın. Bir də Nadir Şah. Lakin ən yaxını Nadir Şah oldu. Lakin Nadir Şah da Osmanlı ilə müharibələr başlaması səbəbindən bu iş yarımçıq qaldı. Aha, 49. Qızıl Ordu dövlətinin əsası qoyuldu. Nə vaxt? 13-cü əsrin sonu yox, bu səhvdir. 1243-cü ildə əsas qoyulub da. Hülakü xanın Azərbaycanı işğal etməsi ilə bu da səhvdir, Hülakü dövlətidir. Onun qurultayı da səhvdir, onda Monqol dövləti yaranıb. Abbasilər xilafətinin varlığına son qoyulmasının da buna heç bir aidiyyəti yoxdur. Deməli, bir cavabımız qalır. Y bəndi. Bəli, Monqolların qərbə yürüşü nəticəsində, Qaraqorun qurultayı nəticəsində də deyilsə, düz də götürülə bilər o. Amma yəni Batı xanın qərbə yürüşü ən düzgün cavab budur. Cavab Y-dir.
Sonra Şimali Azərbaycanda demokratik hərəkatın 1905-7-ci illər dövrünə aid səciyyəvi xüsusiyyətlərini müəyyən edin. 5-7-ci illər. Muxtariyyət tələbinin irəli sürülməsi var idi əslində. Bəli, muxtariyyət var idi. Baxaq bütün variantlara, ola bilər ki, götürsünlər. Yəni, niyə görə deyirəm muxtariyyət vardı? Muxtariyyəti o dövrdə Qeyrət Partiyası tələb edirdi. Amma əslinə qalsa demokratik hərəkat hələ 1905-7-ci illərdə daha çox e, burada ana dilində məktəblər, ondan sonra bu Azərbaycanlıların, müsəlmanların dövlət vəzifələrində çalışmaları, bax bu tip tələblərlə çıxış edirdi. Lakin Qeyrət Partiyasının muxtariyyət tələbinin irəli sürməsi, yəni Qeyrət Partiyasının proqramında bu tələbin olmasını nəzərə alaraq biz biri də nəzərə alaq. Baxaq o bir variantlarda. Əsas bizə lazımdır ki, bu testi hazırlayan müəllif cavabı nə götürüb? Bax bizə o lazımdır, onu müəyyənləşdirmək lazımdır. Milli siyasi partiya və təşkilatların formalaşması ola bilər. Bəli, 100% bu düzdür. Deməli, bunu çıxdıq. Bu birləri çıxdıq. İki variantımız qalıb. Dördə baxaq. Azərbaycan milləti ifadəsinin mətbuatda işlənilməsinə başlaması. Aha. Bax, indi biz başa düşdük ki, cavab burada A götürülüb. Yəni burada 4-ün yerinə başqa bir şey olsaydı, onda mən 2-4 götürəcəkdim. Niyə? Nəzərə alaraq ki, muxtariyyət tələbi daha çox 1917-18-ci illərdə olur. Hə. Onun da mən, amma indi mən baxıram ki, görürsünüzmü, ağlımda onu saxlamışam ki, muxtariyyət ideyasından çıxış edən partiyamız olub o dövrdə Qeyrət Partiyası və ola bilər ki, bu testi hazırlayan müəllif onu nəzərdə tutsun. Ona görə mən burada cavab elə 1-2 götürdüm. Çünki 4 tamamilə səhvdir də. Azərbaycan milləti ifadəsi 1891-ci ildə Kəşkül qəzetində istifadə olunmuşdu. Düzdür? Ona görə cavab burada nədir? A-dır. Eldənizlər dövlətinin mövzuluğu dövrünə uyğun gəlir. Yəni 1136 1225-ci illər. 1136 1225 bu illərə uyğun gəlir deyir. Baxaq. Qazan xanın məhkəmə və rabitə sahələri. Bu Qazan xan hara, Eldənizlər hara. Bunu getdi. Azərbaycan əhalisinin Gezid Sasani dövrünə aiddir. Xaçlı yürüşlərinin sona çatması, bu da aid deyil. Bu da 1290 təxminən bu illərə aiddir. Terek döyüşündə Teymurilərin, bu da aid deyil. Deməli, bir cavab qalır. Y bəndi. Monqol dövlətinin yaranması 1206. Keçdik 52-ci testə. Baxaq 52-də nə deyir bizə? 52-də deyir ki, Azərbaycanda mezolit dövrü yeniliklərinin neolit dövründə davam etdirilməsi nəticəsində mezolit dövründəki yeniliklər neolit dövründə davam etdirilməsi bunların nəticəsində, yəni mezolitdəki hansı yeniliklər neolit dövründə davam etdirilir və onun nəticəsi nə olub? Söhbət burada təbii ki, istehsaldan gedə bilər. Bir düzdür, dərhal bir olmayanları çıxıram və 2-yə baxmaqla cavabı tapıram. Amma neolit, bax 2-də nə deyir? Müxtəlif heyvanlar əhliləşdirildi. Əhliləşdirilirdi. Bu ola bilər əslində. Bu ola bilər, bəli. 3-ə baxsam, metaldan əşyalar neolitdə olmayıb. Demir ki, əhliləşdirilməsi başa çatdır. Deyir, əhliləşdirilirdi. Deməli, ilə cavabım nədir burada? D bəndidir. 1-2. İstehsal təsərrüfatı formalaşırdı. Müxtəlif heyvanlar əhliləşdirilirdi. 1-2. D bəndi. Sonra 53. Xronoloji ardıcıllığı müəyyən edin. Ərəb xilafətinin meydana gəlməsi bu 630. Belə testlərdə mütləq yazmaq lazımdır. 632. Dəndənəkan döyüşünün baş verməsi 1040. Ərəblərin Qərbi Avropaya yürüşlərinin qarşısının alınması 732. Vəssalam da düzgün getsin. Necə olacaq? 1, 3, 2. 1, 3, 2. Aha. 20-ci əsrin əvvəllərində Böyük Britaniya Fransanın Mərakeşdə hakimiyyətini tanıdığı bu düppədüz 1904. Düzdür. Cənubi Afrikanın işğalını baş çatdırdı. Bəli, 1902. Cənubi Saxalin və Mancuriyada şərhsiz ağalına nail oldu. Bu səhvdir. Hindistan orada mübarizəyə başladı. Bu da səhvdir. Deməli, 1-lə 2-dir. Sonra keçdik. Yəni, bu ikisi, son ikisi Yaponiyaya aiddir ona görə. Daha doğrusu yox, 3 Yaponiyaya aiddir. 4-dəki 18-ci əsrdən başlamışdı Hindistan uğrunda mübarizəyə. 18-ci əsrdə. 55. Eradan əvvəl 3-cü əsrə aiddir. Atropatena dövlətinin Selevkilərin işğalı altında olması. Bəli, bu aiddir 223-cü ildən. Atropatena Selevkilərin hakimiyyəti altında idi. Deməli, biri götürürəm. Karfagenin Romanın əyalətinə çevrilməsi. Bu səhvdir. Alan tayfalarının Albaniyaya ərazilərinə hücumların başlaması. Bizim İran 3-cü əsrində özdə başlamayıb. Bitib. Bizim İran 3-cü əsr ola bilərdi. O da deyil. Bitibdir onda da başlamayıb. Hindistanın vahid halda birləşdirilməsi, bəli, Aşokanın dövründə. Deməli, cavabım 1-lə 4-dür. 1 və 4.
Sonra keçdim digərinə. Bir dəqiqə burada digərinə baxaq. Nə deyir? 56. Azərbaycanda birinci və ikinci Respublika tarixinə aid oxşar xüsusiyyətlər. Yəni, birinci Respublika dedikdə, birinci Respublika dedikdə 1918-20 AXC, ikinci Respublika dedikdə 1920-1991-ci illər AZSSR onun nəzərdə tutulur. Deyir, oxşar xüsusiyyətlər. Konstitusiya AZSR-də qəbul olunub da. Bu səhvdir. Gürcüstanın Azərbaycana qarşı ərazi iddiaları olması hər ikisində var. Hər ikisində var. Torpaqların kəndlərə pulsuz paylanması. Bu 2-ci Respublika dövründədir. Latin qrafikalı əlifbəyə keçilməsi. Bu da 2-ci Respublika dövründədir. Tədrisdə Azərbaycan dilindən istifadə edilməsi. Bax, budur. Cavab budur burada. 2-5. Sonra gəldik bura. 57-ci sual. Soyuq müharibə dövrü. Yəni 1946-dan sonra. 1946-1991. Türkiyə və Böyük Britaniya. Truman doktrinası əsasında yardım alması bu Türkiyəyə aiddir. 47-ci il. Brexit planının irəli sürülməsi. Bu Böyük Britaniyada, amma bu da soyuq müharibə dövründə deyil. Yəni 2016-da irəli sürülüb, referendum keçirilib, 2020-də təsdiq olunub. Yəni Brexit səhvdir də, yəni heç birinə aid deyil. Falkland adalarına sahiblik uğrunda müharibə aparması bu 1982-ci il Böyük Britaniya. Yunanistan Enozi siyasətinə qarşı Kipr adasına qoşun çıxarması. Bu Türkiyə. Montre konferansında boğazlara dair üstünlük kazanması. Bu da Türkiye'dir. Lakin 1936'da bu da bizim şərti ödəmir. Deməli 1 AD, 2C cavabımız belədir. Keçdik situasiya testlərinə. 19-cu əsrin əvvəllərində Qacarlar dövlətinin Cənubi Qafqaza ərazi iddiaları Çar hökumətini əsaslı addımlar atmağa məcbur etdi. Şərqi Gürcüstanın işğal edilməsi ilə Azərbaycanın Qazax borçalı ərazilərini ələ keçirən Rusiya diqqətini Car Balakən cəmaətlığına yönəltdi. Bölgənin coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyırdı, lakin yerli əhalinin və dağlıq xalqlarının birgə müqaviməti buranın işğalını çətinləşdirirdi. Qanıq çayı sahilindəki döyüşdən sonra Çar komandanlığı yerli əhali ilə razılaşmaq qərarına gəldi. Tərəflər arasında imzalanmış sənəd ilə cəmaətlıq Rusiyanın himayəsi altına keçdi. Bununla da Rusiyanın Azərbaycan içərilərinə doğru irəliləməsində mühüm addım atıldı. Aha. Ümumiyyətcə bir şey deyim sizə. Belə testləri, belə bu cür situasiyanı daha tez işləmək üçün mən məsləhət görürəm, birinci suallara baxın, sonra mətn oxuyun. Bax, sualda nə deyir? Deyir, mətndə bəhs edilən dövrdə Azərbaycan torpaqlarının işğalını sürətləndirən əsas amil. Yəni, düz deyim, mətn yazır. Amma ola bilər ki, heç sualın cavabı, yəni mətndə sadəcə sizə dövrü müəyyənləşdirmək üçün sözlər yazılıb da. Yəni, sizə heç mətndə heç bir cavab tələb olunmasın. Deməli, yəni nə mənada mətnin içindən heç bir cavab sizdən burada tələb olunmasın. O da ola bilir. Mətndə bəhs edilən dövrdə Azərbaycan torpaqlarının işğalını sürətləndirən əsas amil Azərbaycanın parçalanmış vəziyyətdə olması. Bu ola bilər. Azərbaycanın parçalanmış vəziyyətdə olması. Sonra mətndə, yəni vahid dövlətin olmaması, parçalanmış vəziyyətdə olması. Mətndə bəhs olunan sənədin şərtlərindən ikisini yazın. Söhbət hansı sənəddən gedir? Bax, yazıb burada. Cəmaətlıq Rusiyanın himayəsi altına keçdi. Söhbət gedir Car Balakən cəmaətlığı ilə Rusiya arasında bağlanan sənəddən, düzdürmü? Şərtlərdən ikisini yazaq. Deməli, Car Balakən cəmaətlığı Rusiyanın himayəsinə keçir. Ona ipək ilə xərac verməyi öz öhdəsinə götürür. Ərazisində Rus qoşunları yerləşməli idi və sədaqət əlaməti olaraq girov verməli idi. Bu onun şərtləri. Bəhs olunan dövrdə Qacarlar dövlətinin Rusiyanın işğalçı hərəkətə keçirməyə vadar edən mətndə verilməyən addımını yazın. Deməli, bəhs olunan dövrdə Qacarlar dövlətinin Rusiyanı işğalçı hərəkətə keçirməyə vadar edən mətndə verilməyən addımı. Qacarlar dövləti deməli, Azərbaycan xanları ilə əlaqələr saxlayırdı. Onları mərkəzi hakimiyyətə tabe eləməyə cəhd göstərirdi. Düzdürmü? Bundan əlavə, məsələn, ola bilər ki, Ağa Məhəmməd xan Qacarın yürüşü olsun. Bu da ola bilər. Ağa Məhəmməd Şah Qacarın yürüşü. Və yaxud da ki, yəni bunlar, əsas bunlardır. Qacarlar dövləti xanlıqları öz tərkibinə qatmaq istəyirdi. Oradakı xanlıqları mərkəzi hakimiyyətə tabe olmağa çağırırdı və öz tərkibinə qatmağa çalışırdı. Və xanlıqlar da öz aralarında adı nədir?
öz aralarında ittifaq bağlayaraq yarısı Qacarlara qarşı çıxırdılar. Bəziləri ittifaq bağlayırdı, heç də hamısı ittifaq bağlamırdı. Bəzi Qacarlara qarşı çıxırdı, bəziləri Qacarlarla ittifaq bağlayırdı, Rusiyaya qarşı çıxırdı. Aydındır və onlar tərəddüddə idilər. Bu vəziyyətdən də Rusiya istifadə etməyə çalışırdı. Üstəlik Qacarlar bu da ola bilər ki, Qacarlar İngiltərə ilə müqavilə bağlasın. Bəlkə də bunu da nəzərdə tutmuş ola bilər. İngiltərə ilə də müqavilə bağlamışdı. Bu da ola bilər olsun, nəzərdə tutsun. Amma hər halda cavablar bu ola bilər ki, Qacarlar Cənubi Qafqazdakı xanlıqları özünə tabe etməyə çalışırdı və bu ola bilər bu da olsun ki, İngiltərə ilə müqavilə bağlamışdı. Bu iki cavabdan biri ola bilər. Aydındır. Aha, bu belə. Deyir ki, mətndə verilməyən o zaman yəqin ki, İngiltərə ilə əlaqələr ola bilər. İngiltərə ilə müqavilə bağlaması ola bilər bəlkə də. Bu ola bilər. Vəssalam, hörmətli izləyicilər. Sona qədər izlədiyiniz üçün sizə təşəkkür edirik. Belə sınaqların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olun. Bizim kanalımızda mahnı siyahılarına daxil olaraq hər bölmə üzrə bütün videolara baxa bilərsiniz. Onu qeyd edeyim ki, videoların əksəriyyəti bizim kitabımızı alanlar üçün, yəni yəni açıqdır. Onlar QR kod vasitəsilə oxudaraq xüsusi linkə daxil olurlar və orada bütün videoları tam ardıcıl şəkildə izləyə bilirlər. Və onu da əlavə edeyim ki, sınaq imtahanları ilə bağlı bizdə xüsusi qrup var və o qrupda imtahana qədər 100-ə qədər sınaq imtahanı işlənəcək. Bu cür sınaqlar çox işlənəcək. Həm mövzu sınaqları, həm də belə ümumi sınaqlar və orada iştirak etməklə siz daha da öz biliklərinizi, sınaq işləmə qabiliyyətinizi artıra bilərsiniz. Bəzi sınaqlar isə bizim kanalımızda tamamilə ödənişsiz təqdim olunub. Sağ olun, növbəti görüşlərə qədər. Nəticələriniz barədə isə şərh bölməsində yazmağı unutmayın.